Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Bugün mətbəximdə yay və payız aylarının ən sevimli, ən yüngül və mənim üçün ən ləzzətli yeməklərindən birini hazırlayırıq. Lobya qızartması. Həm çox büdcə dostudur, həm tez başa gəlir, həm də o qədər yüngüldür ki, insan yedikcə doymaq bilmir. Gəlin çox vaxt itirmədən dərhal hazırlamağa başlayaq. İlk növbədə lobyaları yaxşıca yuyuruq. Sonra başlıqlarını qopardıb videoda göstərdiyim formada doğrayıram. Tavaya biraz kərə, biraz isə duru yağ əlavə edirəm. Üzərindən isə kub-kub doğramış olduğum soğanı əlavə edirəm. Ərzaqların miqdarı sizə maraqlı gələrsə, videonun açıqlama hissəsində qeyd etmiş olacağam. Oradan əldə edə bilərsiniz. Soğan biraz qovrulduqdan sonra üzərinə doğramış olduğum pomidoru əlavə edirəm. Ardından isə yaşıl şirin biber əlavə edirəm. Ən sonda isə doğramış olduğum lobyanı bura tökürəm. Qapağını da bağlayıb vamxodda bişməyə qoyuram. İki ədəd yumurtanın üzərinə biraz duz əlavə edib onu yaxşıca qarışdırıram və artıq bişməyə yaxın olan lobyanın üzərinə tökürəm. Bu tamamilə istəyə görədir. Siz əgər daha sadə versiyasını hazırlamaq istəsəz, təbii ki, o da çox ləzzətli olacaq. Yeməyin üzərinə ilk növbədə biraz duz, ardından isə yumurtanı əlavə edirəm. Və budur, lobya qızartmamız tam hazırdır. Baxın, necə rəngarəng, iştah açan görünür. Yanında soğuk bir qatıqla və ya sadəcə belə yemək belə möhtəşəmdir. Əgər videonu da bəyəndinizsə, bəyənmə düyməsinə basmağı və kanala abunə olmağı unutmayın. Şərhlərdə isə yazın görüm, siz lobyanı necə bişirirsiniz. Növbəti videolarda mütləq görüşəcəyik. Hələlik.